Avropa dalğasına xoş gəlmisiniz. Avropa dalğası Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyi və Gənc Avropa Səfirləri şəbəkəsinin təşəbbüsü ilə hazırlanmış podkast seriyasıdır. Burada biz Avropa haqqında ən maraqlı mövzuları müzakirə edir, təcrübə və hekayələri dinləyicilərimizlə bölüşürük. Podkastımızın bu buraxılışında biz qadınlara qarşı zorakılıq və İslam dininin qadına verdiyi dəyər haqqında danışacağıq. Bu gün sizinlə mən, Gənc Avropa səfiri Roza Xəlilova və ilahiyyatçı, şərqşünas Təbriz bəy Qasımov olacaq. Xoş gəlmisiniz Təbriz bəy. Həqiqətən çox xoşdur sizi burada görmək. Bilirsiniz ki, Təbriz bəy, bugünkü bizim podkastımızın mövzusu həsr olunub İslam dinində qadınların rolu və ümumiyyətlə gender bərabərliyi və bu mövzular ətrafında söhbət aparacağıq. Ancaq mən istəyirəm söhbətimizə başlamazdan əvvəl dinləyicilərimiz üçün də ilkin bir məlumatlandırma olsun. Gender nədir? Gender bərabərliyi nədir? Bu haqqda bizə çox qısa məlumat verərdi zəhmət olmasa. Müşahidələrim əsasən bunu deyə bilərəm ki, bizim insanlar gender məsələsində ən ciddi səhv budur ki, genderi fizioloji bərabərlik olaraq anlayırlar. Məsələn, bu qəbil iradə yəqin ki, siz özünüz də çox eşitmisiniz. Mən təlimlərdə də bunu görmüşəm və ya söhbət əsasında deyəndə ki, məsələn, qadın-kişi bərabərdir. İnsanların reaksiyası adətən belə olur. Qadın-kişi bərabərdirsə, niyə kişilərdə uşaq dünyaya gətirilmir? Bəli, bəli. Baxın, bu reaksiya nəyi göstərir? Bu reaksiya onu göstərir ki, bu insanın gender məfhumu haqqında düzgün təsəvvürü yoxdur. Gender fizioloji bir məsələ deyil. Gender bərabərliyi fizioloji bərabərlik deyil. Fizioloji bərabərlik nəinki cinslər arasında, kişilər arasında mümkün deyil. İki kişinin bunların fizioloji göstəriciləri fərqlidir. Bəli, bəli. Ortaq yönləri varsa, fərqli yönləri də var. Ona görə gender bərabərliyi deyəndə burada fizioloji bərabərlik nəzərdə tutulmur, burada sosial bərabərlik nəzərdə tutulur. Ona görə gender sosial bir anlayışdır. Fəlsəfi bir anlayışdır. Nə deməkdir bu? Məsələn, hər bir cəmiyyətdə və hər cəmiyyətin bölgələrində bir kişi obrazı, bir qadın obrazı formalaşır. Deyir, məsələn, kişi yəni filan xüsusiyyətlərə sahib olmalıdır. Qadın yəni filan xüsusiyyətlərə sahib olmalıdır, düzdür? Bu xüsusiyyətlər hər cəmiyyət daxilində, hər bölgədə formalaşan bu xüsusiyyətlər bəzən hüquqların tapdalanmasına gətirib çıxarır. Məsələn, indi tutalım şərqlə qərbi müqayisə eləsək, şərqin öz içərisində, qərbin öz içərisində bölgələri müqayisə eləsək, hətta bir ölkənin daxilində gəlib o bölgələri müqayisə eləsək, məsələn, götürək Azərbaycanı. Azərbaycan bütün bölgələrində gender anlayışı, kişi-qadın anlayışı eyni deyil. Bəli, eyni. Məsələn, Bakıda bir cürdür, bölgələrə gedəndə, rayonlara gedəndə tamam başqa cürdür. Orada elə stereotiplərlə qarşılaşırsınız ki, insan dəhşətə gəlir ki, yəni bu şey bizdə, məsələn, Bakıda, Şəkidə normal qəbul olur, amma burada anormal qəbul olur. Bunlar nədir? Bunlar sosial anlayışlardır, sosial, belə deyim, rollardır ki, siz o cəmiyyətdə ki, doğursunuz, dünyaya gəlirsiniz, o cəmiyyət tərəfindən o rol sizə yüklənir. Bu məsələdə biz nə edirik? Gəlirik, bunu tənzimləməyə çalışırıq, bunu islah etməyə çalışırıq ki, sizin o cəmiyyət daxilində formalaşdırdığınız o rollar, qadına biçdiyiniz rollar, kişiyə biçdiyiniz rollar, o onun hüquqlarını tapdalayır ya yox, onun inkişafına mane olur ya yox. Bərabərlik deyəndə adətən biz məsələyə bu kontekstdən yanaşırıq. Yəni sosial bərabərlik, yəni hüquqi bərabərlik. Çox sağ olun Təbriz bəy. Həqiqətən mən inanıram ki, dinləyicilərimiz üçün də çox aydın və açıq bir izah oldu bu. Həqiqətən də gender məfhumu haqqında doğru anlayış lazımdır ki, insanlar da doğru anlasınlar və bu müstəvidə bu məsələlərə doğru şəkildə yanaşa bilsinlər. Elə giriş edək biz əsas mövzumuza. Ümumiyyətlə belə bir sual ünvanlamaq istəyərdim sizə. Bəs gender bərabərliyi, qadınların rolu, hüquqları dini müstəvidə necə qorunur, saxlanılır, tənzimlənir? Ümumiyyətlə bu haqqda bizə məlumat verərsinizmi? Ümumiyyətlə roldan danışanda bunu biz iki səpkidə müzakirə edə bilərik. Rol, qadının rolu bir evdə rolu var, ailənin bir üzvü kimi. Bir cəmiyyətdə rolu var, bir hüquqi şəxs kimi, sosial bir fenomen kimi. İslam dinində, indi biz İslam dinindən danışanda dini mətnləri nəzərdə tuturuq. Burada əsasən Quran-Kərimi nəzərdə tuturuq və orada qadın haqqında deyilən, qeyd olunan məsələləri burada nəzərə alıb ona əsasən danışırıq. Bu ev işlərinə gəldikdə dediyim kimi, bunu məsələn biz bəzən insanlar deyəndə həqiqətən çox təcrübələnirlər və onlara deyəndə ki, tutalım, siz hansısa bir dini mənbəyə isnad edərək belə bir şey göstərə bilərsinizmi ki, qadın məcbur bunu etməlidir? Təbii ki, elə bir mənbə göstərə bilmərəm. Hətta əksinə dini hökmlərin, yəni İslam hüququ dediyimiz kitablara baxanda görürük ki, orada din alimləri, müftilər, onlar fətva veriblər bunu ki, yəni kişi məcbur şəkildə qadını bu işlərə məcbur edə bilməz. Dediyim kimi,
Yazılmış qanunlar var, yazılmamış qanunlar var. Yazılmış qanunlar dövlət tərəfindən tənzimlənmiş konstitusiyadır və s. Yazılmamış qanunlar nədir? Tutalım əxlaqi normalar. Tutalım, fərdlər razılığa gəlib bu işi öz öhdələrinə götürə bilərlər və ya əmək bölgüsünü öz aralarında bərabər şəkildə paylaşa bilərlər. Bu başqa bir məsələdir. Burada əsas razılıqdır. 2 nəfərdir, ərdir, arvaddır, bəydir, xanımdır. Deyir ki, tutalım evin işlərini mən görəcəm, filan işləri sən görəcəksən və ya bu işlərdə mən sənə kömək edəcəm və s. Və bunu da haşi olaraq çıxım. Bizdə Azərbaycan cəmiyyətində, xüsusən bəzi bölgələrdə mən bunu müşahidə etmişəm. Bizdə belə bir stereotip var. Kişinin, bəyin evdə ev işlərinə kömək etməsi bu böyük bir qəbahət olaraq görülür. Və mənim üçün daha problemlisi budur ki, bəzən qadınlar da buna inanırlar. Çünki mən bəzi yerlərdə təlimlərdə biz danışanda ki, tutalım, burada nə qəbahət var ki, nə eyb var ki, kişi də xanıma kömək eləsin. Bəzən xanımlar özləri etiraz edirlər ki, yəni kişi də mətbəxə girərmi? Yəni niyə də girməsin ki, burada nə eyb var, nə qəbahət var. Bu evdəki rol haqqında. Sosial cəmiyyətdəki rola gəldikdə, baxın, Qurandan çox sizə maraqlı bir faktı deyim. Quranda Səbə kraliçasının adı keçir. Daha doğrusu onun fəaliyyəti keçir. Onun haqqında müəyyən hekayələr qeyd olunubdur və mənbələrə əsasən onun adı Bilqeyis olubdur. Baxın, Quran-Kərim bu xanımı çox qəribə bir tərzdə vəsf edir. Buyurur ki, və utiyyət ləhə min kulli şey. Bu xanım elə bir xanım idi ki, ona hər şey verilmişdi. İndi ərəb dilinin burada qrammatikasına görə burada bir mübaliğə də var, təkid var. Min kulli şey. Ona hər şey verilmişdi. Yəni güc verilmişdi, səltənət verilmişdi. Və bu xanımın bu nəyi göstərir? Bu onu göstərir ki, qadın rəhbər ola bilər. Çünki bu stereotiplərdən biri nədir? Qadın rəhbər ola bilməz, qadın idarəçi ola bilməz. Əgər siz işlərinizi qadına tapşırsanız, o cəmiyyəti məhv edər. Bunu da mən istəyirəm müzakirə eləyək. Çünki mən təlimlərdə bunu demişəm. Ümumiyyətlə bu qorxunun mənşəyi nədir? Məsələn, insanlar qorxurlar ki, birdən idarəçiliyi qadın ələ alar, cəmiyyət məhv olar. Yəni bizdə belə bir təcrübə yoxdur, düzdür, tarixdə. Çünki tarixdə həmişə kişi dominant olubdu və tarixdə göz önündədir. Tarix hansı mərhələlərdən keçib, hansı formada keçib, bu göz önündədir. Yəni niyə bu qorxu var? Bunu da mənşəyini araşdırmaq lazımdır. Məncə ayrı bir müzakirə mövzusudur, ona keçmək, çünki ona girsə uzanacaq. Amma Quran-Kərimə baxanda görürük ki, Quran deyir ki, bu xanımın bir gücü var idi, səltənəti var idi. Nə deməkdir bu? Bunu qazanmışdı, düzdür. Bunu zəkası ilə qazanmışdı, ağlı ilə qazanmışdı, bacarığı ilə qazanmışdı. Bu arada çox maraqlı bir dialoq var. Deməli ona xəbər gəlir ki, bəs tabe olun bizə, təslim olun. Və xanım yığır əyən-əşrəfi, köməkçiləri, kişiləri ətrafına və burada maraqlı bir dialoq keçir. Dialoq nədir? Necə reaksiya verək? Çünki bir ultimatum gəlibdir, dərhal tabe olun. Və buna reaksiya vermək lazımdır, cavab vermək lazımdır. Baxın, Quran deyir ki, ətrafındakı əyən-əşrəf dedi ki, qorxmayaq, müharibə eləyək, döyüşək, vuruşaq, onları öldürək, məhv eləyək və s. Amma orada xanımın verdiyi cavab çox maraqlıdır. Xanım deyir ki, xeyr, vuruşmaq ağıllı bir mövqe deyil, müharibə ağıllı bir mövqe deyil və o xanımın, belə deyim, uzaq görənliyi nəticəsində sülh olur. Və heç bir müharibə olmur. Hərdən deyirlər, qadınlar tutalım, idarəçiliyi ələ alsa necə olar? Məsələn, belə olar. Sülh olar, müharibə olmaz. Və təcrübə onu göstərir ki, müharibələrin kökü hardan gəlir? Kişi dominantlığından gəlir. Ona görə mən nəyin tərəfdarıyam? Bunu da deyim. Nəyin tərəfdarıyam? Baxın, idarəçilikdə bəzən o gender stereotipi burada özünü göstərir. Kişi zəkası, kişi ağlı ön plana çəkilir, kişi cəsarəti, kişi hiyləgərliyi ön plana çəkilir və deyir ki, tamam, kişi idarəçi olmalıdır. Bu həm sosial sferada belə olmalıdır, həm evdə bu cür olmalıdır. Mənim şəxsi qənaətim budur ki, burada cins faktoruna biz ilişib qalmamalıyıq. Yəni kişilik və qadınlıq, dişilik və erkəklik bunlar fizioloji göstəricilərdir. Bunlar insan ağlının, insan ruhiyyəsinin, insan mənəviyyatının, insan təcrübəsinin əlaməti deyil. Burada cinsin ötəsinə keçmək lazımdır, fiziologiyanın ötəsinə. Daha çox intellektə fokuslanmaq lazımdır. Yəni, məsələn deyirəm, evdə kimin sözü keçməlidir? Kişinin yoxsa qadının? Evdə ağıllı insan sözü keçməlidir. Bu kişi olsa kişi sözü keçsin, qadın olsa qadının sözü keçsin. Bəzi vaxtlarda da məşvərət olmalıdır. Çünki bura ev yarış meydanı deyil ki, biz rəqabət aparaq görək kişinin sözü keçsin ya qadının sözü. Bizim bir dənə hədəfimiz olmalıdır. İnkişaf, irəliyə getmək.
Eynən Təbriz bəy, həqiqətən də çox doğru vurğuladınız. Ümumiyyətlə İslamda xüsusilə qadınlara qarşı zorakılıq məsələləri necə tənzimlənir? Yəni burada biz nələrə diqqət yetirməliyik? Zəhmət olmasa bu barədə bizə danışın. Deməli, zorakılıq iki cürdür. Psixoloji zorakılıq var, fiziki zorakılıq var. Psixoloji zorakılığı biz müxtəlif aspektlərdən dəyərləndirə bilərik. Tutalım, adi qadına münasibət. Sən bizim cəmiyyətdə bu tarix boyu indi də çox geniş yayılıb. Bir qarşı tərəfi bir kiçik görmə, xor görmə, zəkasını, ağlını, bacarığını xor görmə var. Bu təbii ki, bir psixoloji zorakılıqdır və bu sonda gedir hüquqi zorakılığa zəmin yaradır, fiziki zorakılığa zəmin yaradır, hüquqların pozulmasına zəmin yaradır. Çünki siz qarşı tərəfi özünüzdən geri görürsünüzsə, hər cəhətdən, həm mental olaraq, həm fiziki olaraq geri görürsünüzsə, bu gətirir zorakılığa səbəb olur və İlkin mərhələsi psixoloji zorakılıqdır. Və fiziki zorakılığa gələndə din ümumiyyətlə zorakılığa birmənalı olaraq pis baxır. Və burada heç bir gender fərqi qoymur, cins fərqi qoymur. İnsan faktoru var burada. İnsana zülm etmək, insanı öldürmək olmaz. Baxın, Quran-Kərimdə Maidə surəsində çox maraqlı bir ayə var. Buyurur ki, mən qatələ nəfsən bi qeyri nəfsin. Nəfs sözü keçir, insan, canlı. Kim bir canlını qətl eləsə, baxın, kişi qadın fərqi qoymur. Kim bir canlını qətl eləsə, fəkəənnəmə qatələn nəsə cəmiən, sanki bütün insanları qətl edibdir. Yəni görün Allah insana, nəfsə, cana nə qədər dəyər verir ki, deyir, sənin bir insanı öldürməyin bütün insanları öldürmək kimidir. Nəyə görə? Çünki bu bir zincirdir sanki. O zincirin bir həlqəsi qopanda bütün həlqə qopur. Düzdür? Ona görə orada bir dənə zinciri oynatmaq bütün zincirin dağılmasına səbəb olur. Və sonra da buyurur ki: "Və men ahya'ha feka'annama ahyan-nas cemi'a." Kim bir insanı diriltsə, baxın bu diriltmə fərqli müstəvilərdə ola bilər. Psixoloji müstəvidə ola bilər, mental müstəvidə ola bilər, fiziki müstəvidə ola bilər. Yəni bir insanı siz mənən də öldürə bilərsiniz, fiziki olaraq da öldürə bilərsiniz. Hər ikisi pisdir. Və siz bir insanı həm mənən dirildə bilərsiniz, ona gözəl məsləhət verməklə, ona özgüvən verməklə, onun üfüqlərini, düşüncə üfüqlərini açmaqla və həm də ona müxtəlif aspektlərdə dəstək verməklə. Ona görə bir insanı öldürmək cins fərqi olmadan bütün insanları öldürmək kimidir. Bir insanı diriltmək bütün insanları diriltmək kimidir. Baxın, qətl ən pik nöqtədir. Amma dini mənbələrə baxanda, hökmlərə, İslam hüququna baxanda görürük ki, İslam hüququnda nəinki qətl, adi zərbə, xırda bir zərbə ki, o zərbə nəticəsində bədəndə, məsələn, bədən göyərir. Adi bunun belə cəriməsi var İslam dinində. Yəni, siz bir insana adi fiziki şiddət göstərəndə ki, onun bədənində onun nəticəsi görünür, qızarma ilə, göyərmə ilə, fərqli formalarda onun belə cəriməsi var. Yəni, din insanın azadlığına, mənəvi və fiziki azadlığına bu qədər önəm verir. Bəs siz deyə bilərsinizmi, hansı stereotiplərdir ki, onlar dinlə qarışdırılır? Yəni bizə də din kimi aşılanır, ancaq əslində dində heç belə bir şey yoxdur. Quran-Kərimdə bir ayə var, orada deyilir ki, tutalım, borc alırsınız, borc verirsiniz, burada nə demək lazımdır? Yazmaq lazımdır, nə bilim, şahid tutmaq lazımdır və s. Orada belə bir qeyd var. Əgər iki kişi tapa bilməsəz, bir kişi və o ikinci kişinin yerinə iki qadın. Bunu adətən belə izah edirlər ki, bir kişinin yerinə iki qadın şahid qismində qeyd olunursa, deməli, kişi qadından nədir? Ağıllıdır. Halbuki biz həmin ayəyə baxanda, ayədə nə var? Ayə deyir ki, bir kişinin yerinə iki qadın olsun ki, o qadınlardan biri unutsa, o biri neynəsin ona xatırlatsın. Deməli, burada məsələ nədir? Xatırlatma, yəni yaddaş məsələsi. İndi nəticədə Quran 7-ci əsrdə nazil olub, o dövrün şəraitinə baxmaq lazımdır. O dövrdə qadının sosial heç bir aktivliyi yox idi. Demək olar ki, aktiv olanlar kimlər idi? Kişilər idi. Ona görə həmin dövrdə kişilərin yaddaşının qadınlara nisbət daha yaxşı inkişaf eləməsi bu normal bir şeydir. Bir cəmiyyətdə ki, kişilər aktivdir, onların yaddaş mərkəzi, beyinlərinin yaddaş gücü daha çox olması normaldır və burada bir kişinin yerinə iki qadının qeyd olunması bu da normaldır. Amma bunu gətirib ağılla, zəka ilə əsaslandırmaq bu yanlışdır. Niyə? Çünki beynimizin yaddaş mərkəzi ilə beynimizdə məntiqi qərarlar qəbul etmə mərkəzi tamam fərqli yerlərdədir. Ona görə bunu ondan qarşıdurmaq olmaz. Və bu zəka məsələsi ki, kişi qadına zəka cəhətdən, intellekt cəhətdən geri görür qadını, bütün problemlər buradan başlayır. Hüquqi cəhətdən, fiziki cəhətdən, hər cəhətdən.
Məsələn, bayaq dediyimiz kimi əmək bölgüsü, istər evdə, istər cəmiyyətdə, münasibətlər, psixoloji və fizioloji şiddət. Bunlar hamısının kökündən dayanır, bu məsələ dayanır və təhsildən yayındırma halları. Məsələn, biz adətən tutalım, müzakirə edəndə, indi sosial şəbəkələrdə zəddə Əfqanistanı misal çəkirlər ki, baxın, Əfqanistanda qadınları təhsildən yayındırırlar. Amma biz təlimlərdə şahid olduq ki, Azərbaycanda elə bölgələr var ki, orada qız uşaqlarını təhsildən yayındırırlar. Və bunların arasında müəllim heyətini görəndə ki, müəllim heyəti bunun yəni müdafiəli ki, qız müəyyən qədər təhsil almalıdır, ondan sonra kənarda qalmalıdır. Bu yaxında bir xanım müsahibə verirdi. Bəlkə də izləmisiniz. Deyir ki, bizim dövrümüzdə biraz yaşlı xanım idi. Deyir ki, bizim dövrümüzdə biz kişidən nəsə soruşaq, ondan nəsə soru-sual eləyək, onu bizə hesabat versin, hardan gəlirsən, hara gedirsən, belə şeylər bizim soruşmağa ixtiyarımız yox idi. Bunu o qədər fəxrlə deyir. İndi rəylərə baxıram, qadınların rəyi ilə kişilərin rəyi tamam fərqlidir. Kişilər yazır ki, əsl xanım budur. Niyə? Çünki ona xeyirdir axı. Əsl xanım budur, evə gedəndə heç kim ona deməsin ki, hardan gəlirsən, hara gedirsən. Xanımların rəyinə baxıram, deyir, avam olubsan. Niyə? Çünki ev nədir? Ev iki fərdin birləşdiyi kiçik bir cəmiyyətdir. Bunun hüquqi tərəfləri var. Konstitusiyanın tənzimlənmiş ailə məcəlləsində qeyd olunmuş tərəfləri var. Bunun bir də mənəvi tərəfi var. Əxlaqi normalarla tənzimlənmiş tərəfləri var. Soruşmaq ki, hara gəlirsən, hara gedirsən, nə edirsən, hardasan, hesabat istəmək, bu qarşı tərəfə alçaltmaq deyil. Bu odur ki, yəni mən də səninlə maraqlanıram. Mən də sənə hörmət edirəm. Bilmək istəyirəm hardasan. Bəlkə başıma bir iş gəldi. Və ümumiyyətlə bilmək istəyirəm hardasan. Necə ki, kişi soruşur, hara gedirsən, qadın da soruşur, hara gedirsən. Və hərdən deyirlər ki, tutalım, kişi istədiyi vaxt evdən çıxıb getməlidir. Onun qadına hesabat vermək haqqı, belə deyək, məsuliyyəti yoxdur. Amma qadın evdən çıxanda mütləq hesabat verməlidir. Burada da gender pozuntusu var. Nəyə görə? Çünki sən evdən çıxırsansa, birincisi qapını döyüb çıxmaq, vurub çıxmaq və heç nə deməmək. Bu azadlıq deyil. Bizdə azadlıqla özbaşınalıq arasında o qızıl ortanı heç vaxt qorunmurlar, çox var. Qapını istədiyin vaxt açıb getmək bu azadlıq deyil, bu nəzakətsizlikdir. Mənim bir də çox qarşılaşdığım problemlərdən biri budur. İndi siz də çox görmüsünüz. Tarixlə müqayisə etmə, keçmişlə müqayisə etmə. Tamam, keçmişdə belə idi, keçmişdə münasibətlər belə idi, keçmişdə qadınlar belə yaşayırdılar. Məsələn, bir evdə nə bilim 5 ailə yaşayırdı. İndi qadınlar öz qaynatasından, qaynasından qalmaq istəmir və s. Tarixlə müqayisə etsək elə hər şey tarixlə müqayisə eləyək. Halbuki biz getdikcə inkişaf edirik və həyat şəraiti dəyişir, qanunlar dəyişir. Bu bir. İkincisi, tarixdə o şəraitin olmaması o demək deyil ki, tarixdəkilər, keçmişdəki qadınlar buna razı idilər. Çünki bəzən indi bizim kanallarda çox yoxdur. Mən türk dilində kanallarda çox görmüşəm. Yaşlı xanımlardan müsahibə alırlar və 99% keçmiş həyatından narazıdır. Ki, məsələn, bir qadındır, evdə 5 ailənin yükünü çəkir. Bu elə həyata gəlib yük çəkmək üçünmü? Bu elə gəlib işləmək üçünmü? Paltar yumaq, yemək bişirmək üçünmü? Bunun da bir nəsə öyrənmək haqqı var, sosiallaşmaq haqqı var. Sizin özünüzün də son 5 ildə hazırladığınız Kişilər Bərabərliyi üçün adlı bir proqram var, seminar var. Ümumiyyətlə burada bunu əslində sizin hazırlamanıza ilham verən sizə nə oldu? Yəni niyə belə bir qənaətə gəldiniz ki, belə bir proqram lazımdır və burada nələrdən söhbət edirsiniz? Burada nə işlər görürsüz? Zəhmət olmasa bunun haqqında da məlumat verin. Bəli, o proqrama mən ekspert kimi dəvət olmuşdum. Orada spiker kimi fəaliyyət göstərdim. Fikirlərimi izah etmək üçün uyğun bir platforma oldu. Nəyə görə? Çünki biz daim bu şiddət hadisəsinin istər fiziki, istər psixoloji şiddəti cəmiyyətimizdə müşahidə edirik. Bayaq dediyim kimi psixoloji şiddət var. Adam gəlir. Bizdə indi hərdən o təlimlərdə indi bəzən rəsmilər çıxır, danışırlar. Deyirlər ki, Azərbaycanda gender məsələləri dövlət tərəfindən, qanun tərəfindən tənzimlənir və s. Razıyam. Azərbaycanda qanuna baxanda qanunda heç bir gender pozuntusu yoxdur. Amma qanunla praktika bəzən bir-birini tamamlamır. Yəni adam çıxır tutalım, bəli, qanunda oxuyuruq ki, heç bir ayrı-seçkilik yoxdur. Amma evdə necə? Reaksiyada necə? Münasibətlərdə necə? Bu var yoxsa yox? Çünki mən adamlar tanıyıram. Xanım ali təhsillidir, dövlət idarəsində işləyir. Amma evə gələndə həm fizioloji, həm psixoloji şiddətə məruz qalır. Tutalım, maaş kartı əlindən alınır. Ona heç bir
mülkiyyət hüququ tanınmır. Bu neqativ hallar belə deyim, o platforma zəmin yaratdı ki, mən də bu platformaya qoşub öz fikirlərimi ifadə edim orada. Bəli, bəli. Həqiqətən çox maraqlıdır sizin belə deyək də bu fikirləriniz də, düşüncələriniz də. Mən bir də bu qeydi də deyim, hüquq məsələsinə gəldikdə, hüquq alınır, verilmir. Mən seminarda da həmişə deyirəm, xanımlara deyirəm ki, siz öz hüququnuzu almazsınız, heç kimsə hüquq verməyəcək. Aydındır və tarixdə də bunun misalı var. Fransada feministlər, aktivistlər, onlar deyirlər ki, biz küçədə gedəndə bizi əllə işarə edib göstərirlər və daş atırlar ki, bunlar feministlərdir, qadın aktivistlərdir. İndi düzdür, bunu da deyim haşi olaraq, Azərbaycanda feminizm adı çox pisdir, hallanır, neqativ hallanır. Bunun da səbəbi nədir? Bunun da səbəbi odur ki, bəzən feminizm məsələsi adiyyəti olmayan insanlar tərəfindən təbliğ olunur. Ona görə cəmiyyətdə bir mənalı qıcıq yaranır. Mən həmişə seminarlarda da bəzən dövlət qulluqçularla görüşəndə də bunu deyirəm. Əgər bu məsələ adiyyəti insanlar tərəfindən düzgün təbliğ olunursa, insanlarda bu məsələyə şiddət və neqativ baxış olması və bu təkcə Azərbaycana xas bir məsələ deyil. Biz bir dəfə Cahit bəylə bir yazıçı, Amerikalı bir yazıçı müsahibə verdik. O özü dedi ki, Amerikanın özündə belə feminizm məsələsi ailə dağıdan bir institut olaraq təsvir olunur. Halbuki elə bir şey deyil. Mən 6 ildir bu işin içərisindəyəm. Hələ heç bir koordinatordan, heç bir şəxsdən eşitməmişəm ki, desin ki, get bacardığın qədər ailələri dağıt. Əksinə, bizim danışdığımız məsələlər ailələri möhkəmləndirir. Yəni biz nə deyirik ki, şiddət olmasın. Şiddət olmayan yerdə ailə möhkəmlənir, nəinki dağılır. Ona görə düzgün maarifləndirmə çox önəmlidir. Bəs bizi izləyən dinləyicilərimizə siz özünüz nə məsləhət verərdiniz? Bəs bu sağlam, qarşılıqlı hörmətə əsaslanan bir cəmiyyət qurmaq, bir ailə mühitində bunu formalaşdırmaq üçün onlar nə etməlidirlər? Ümumiyyətlə qadınlar, kişilər, hər belə iki cinsə də nə məsləhət verərdiniz? Mənim demək istədiyim tövsiyə və ya məsləhət verəcəyim əsas məsələ nədir? Bəylərə gələndə birinci cins məsələsində ilişib qalmaq olmaz. Yəni bu stereotip bir mənalı şəkildə aradan qaldırılmalıdır. Sən qadın cinsisənsə, sən avtomatik ikinci cinssən, məndən gerisən. Mental cəhətdən, fiziki cəhətdən, hər cəhətdən. Xeyr. Burada fiziologiyanı aşmaq lazımdır, çünki insanlıq məsələsi fiziologiyanın ötəsində bir şeydir. Bu ruhla əlaqəli olan bir şeydir. Bu intellektlə əlaqəli olan bir şeydir. Aydındır ki, bunu bir mənalı şəkildə qəbul etməli ki, qadın məndən ağıllı ola bilər, məndən bacarıqlı ola bilər, məndən təhsilli ola bilər, üstün ola bilər və s. Burada eyib bir şey yoxdur. Bu, yəni obyektivlikdir, bu səmimiyyətdir. Ona görə cins məsələsini, bu sərhəddi, bu bariyeri aşsaq, o psixoloji şiddət də, fizioloji şiddət də tədricən aradan gedər. Və bu, təbii ki, bayaq dediyim kimi, bunun müəyyən əlamətləri var. Məsələn, evdə mülkiyyət məsələsində, nəzarət məsələsində, bu nəzarət məsələsi axı bizim cəmiyyətdə çox ciddi problemdir axı. Bəzən insanlar qısqanclıqda, yəni qısqanclıq normal bir şeydir. İnsan istədiyi adamı, sevdiyi adamı qısqanır, amma həddi aşmaq olmaz. Tutalım, hər yazışmanı oxumaq, hər şey izləmək, hardan çıxırsan, ardınca gedib izləmək, bu artıq güvənsizlikdir. Yəni sən evində sanki elə bir insanla yaşayırsan ki, o hər an hər şey edə bilər. Yəni bu neqativ bir şeydir. Bu əslində insanın özünə hörmətsizlikdir ki, yəni mən elə bir insanla yaşayıram ki, onu mən sıxıb saxlamışam, mən olmasam o məni də saymaz, hər şey edər. Sən güvənirsənsə, güvəncənə uyğun davranmalısan. Qadınlara deyə biləcəyim şey, bərabərlik məsələsini, gender məsələsini savadlı şəkildə təbliğ etmək. Çünki bu çox önəmlidir. Siz bir məsələni bəzən elə təbliğ edə bilərsiniz ki, qıcıq yarada bilər. Yəni konstruktiv ola bilməz. Məntiqli, rasional izah. Mən inandırım sizə, əgər biz bu məsələləri məntiqli şəkildə, rasional şəkildə izah etsək, insanların çoxu bunu qəbul edər. Sadəcə biz yanlış təbliğ etdiyimiz üçün, yanlış nümunə olduğumuz üçün insanlarda da qıcıq yaranır. Çox sağ olun Təbriz bəy, gəldiyiniz üçün çox təşəkkür edirəm bir daha. Mən təşəkkür edirəm dəvət üçün, çox sağ olun. Çox sağ olun. Dəyərli izləyicilər, Avropa Dalğasını izlədiniz. Diqqətinizə görə minnətdarıq. Gələn buraxılışlarımızda görüşənədək.